Hər vaxtınız xeyir əziz tamaşaçılar və dəyərli izləyicilərimiz. Hər birinizi Kisal İnternet televiziyasının efirindən salamlayıram. Bizimlə siyasi baxış verişinizdəsiniz. Əziz tamaşaçılar, bugün Laçın şəhərində həyata keçirilən geniş miqyaslı böyük bərpa quruculuq işləri barədə söhbət edəcəyik. Həmçinin bununla paralel olaraq Azərbaycan, Türkiyə, Pakistan üç tərəfli əməkdaşlığının bölgədə yaratdığı yeni reallıqları studiyamızın qonağı ilə həmsöhbət olacaq. Studiyamızın bugünkü qonağı Milli Məclisin deputatı Müşfiq Cəfərovdur. Xoş gəlmişsiniz Müşfiq müəllim. Çox sağ olun. Təşəkkür edirik. Müşfiq müəllim, qeyd etdiyimiz məsələlərlə bağlı Laçında, ümumiyyətlə Qarabağda həyata keçirilən geniş miqyaslı bərpa quruculuq işlərinin hal-hazırda cari vəziyyəti necədir? Yəni bu hansı proseslər necədir? Yəni bu barədə demək istədiniz? Artıq 5 ildir ki, bu işğal altında olan torpaqlar azad edilib və elə azad edildiyi bir gündən demək olar ki, orada böyük bir quruculuq işlərinə start verilib. Və təbii ki, bütün bu quruculuq işləri Ali Baş Komandanın rəhbərliyi altında aparılır. Biz özümüz də şahidi oluruq ki, Ali Baş Komandan çox tez-tez səfərlər edir həmən ərazilərə. Təməl qoymalarda iştirak edir, açılışlarda iştirak edir. Yəni, bütün demək olar layihələndirmə prosesində sırf özü iştirak edir. Elə o səfərlərdən biri də məhz bizim üçün çox böyük əhəmiyyət kəsb edən, bilirsiniz ki, bizim müstəqillik günümüz idi, 28 may tarixi. Məhz bu tarixdə reallaşdı və bu səfər xüsusilə tarixi bir səfər idi. Yəni, təbii ki, Ali Baş Komandan qeyd etdiyim kimi tez-tez o ərazilərə səfərlər edir. Ancaq burada artıq 3 ölkə başçısının bu səfərdə iştirakını biz gördük, şahidlik etdik. Böyük bir hava limanının, beynəlxalq hava limanının açılışında iştirak etdilər. Zirvə toplantısı təşkil olunmuşdu, o toplantıya qatıldılar. Dünyaya mesajlar verdilər. Çünki həqiqətən də bugün xüsusilə də bizim üçün o iki qardaş ölkə, bilirsiniz ki, 2020-ci ildə də 44 günlük müharibədə də onların demək olar ki, Azərbaycan bayrağı harada var idisə, o bayrağın yanında həm Türkiyənin, həm də Pakistanın, qardaş ölkələrin bayrağı var idi və hətta qələbəmizi də biz o bayraqlarla birlikdə qeyd etdik. Çünki onların diplomatik, siyasi dəstəyi, təbii ki, biz bunu heç vaxt unutmarıq. 44 gün ərzində biz onu gördük, yaşadıq, şahid olduq və həqiqətən də o qardaşlığı da bugün də qoruyub saxlayırıq. Məsələ bu torpaqların da dirçəlməsində bu qardaş ölkələr yaxından iştirak edirlər. Necə deyirlər, sevinclərini bizim sevincimizi şərik olurlar və biz bundan sonraki ümumiyyətlə dönəmdə də artıq bizim birgə işlərimiz təbii ki, çoxdur. Elə həm Qarabağ üzərindən, həm ümumiyyətlə bilirsiniz ki, digər layihələrdə Dil Azərbaycanın özü bu Kahramanmaraşda zəlzələ baş verdi 2 il öncə və orada böyük bir məhəllənin salınmasını öz üzərinə götürdü. Təxminən 1000-ə yaxın binanın yeni böyük bir şəhərcik demək olar ki, ora. Eyni zamanda Pakistanda böyük bir investisiya yatırımı edibdir, infrastrukturun yenidən qurulmasına, yolların çəkilməsinə, yəni böyük bir ərazini götürüb, yəni öz üzərinə. Bu təbii ki, hər bir demək olar ki, bu münasibətlər qarşılıqlıdır. Şükürəm, bu münasibətlər, belə qardaşlıq münasibətləri, beləsə dövlətlərin bir-birinin yanında olması Cənubi Qafqaza necə təsir göstərə bilər və ümumiyyətlə digər beləsə ölkələrə, dövlətlərə hansı mesajı verir? Təbii ki, bugün Azərbaycan artıq 20-ci ilədək olan Azərbaycan deyil. 20-ci ilədək biz belə desək, işğal altında bizim torpaqlarımız vardı. 20% torpağımız işğal altındaydı və biz istənilən bir addımı atanda hər zaman o bizim üçün bir maneə olurdu. Çünki münaqişə bitməmişdi, torpaqlar işğal altındaydı. İstənilən bir investoru belə cəlb etmək çətin idi. Ancaq bu günləri artıq ölkə qalib bir ölkədir və bunu hər kəs də qəbul edir və hər kəs də gördü, şahidi oldu ki, biz öz torpaqlarımızı bu 30 il ərzində düzdür, çox missiyalar oldu. ATƏT-in Minsk qrupu, nə bilim, BMT-nin o qətnamələri, hansı ki, icra olunmamış qaldı, onu biz icra etdik, o 4 qətnaməni. Yəni, bunlar hamısı düzdür, kağız üzərində qaldılar. Təbii ki, artıq güclü bir Azərbaycana çevrildi. Yəni, 44 günlük müharibə yalnız işğaldan azad etdi anlamını vermir. Yəni, bu Azərbaycanın ümumiyyətlə burada regiondakı bir mövqeyini dəyişmiş oldu və artıq bütün dünya bu regionda demək olar bugün nə baş verirsə, istənilən bir səfər, deyək ki, ölkə başçısının bir səfəri
məhz Azərbaycansız olmur. Yəni Azərbaycana da səfər edirlər, məsləhətləşirlər. Yəni bu da təbii ki, Azərbaycanın gücüdür, qüdrətidir. O cümlədən dünyada da bu günləri bilirsiniz ki, çox elə müharibələr də var. Hazırda müəyyən belə deyək də hansısa haqsızlıqlar biz hər zaman üzləşmişik. Azərbaycan uğurlarını həzm edə bilməyən dövlətlərdən bir də Fransadır. Məhz bu Fransaya necə bir mesaj irəli sürülür belə? Təbii ki, burada artıq Türkiyə, Pakistan, bu kimi ölkələr mən düşünürəm ki, artıq region gücü deyillər, qlobal güclərdir. Yəni bu ölkələrin məhz Azərbaycana gəlməsi, Azərbaycanın müstəqillik gününü birlikdə qeyd etməsi, Azərbaycanın belə desək artıq 3-cü hava limanını, beynəlxalq hava limanının açılışında iştirak etməsi bu özü bir mesajdır artıq. Ki, yəni biz Azərbaycanın yanındayıq. Bir birliyin, qardaşlığın simvoludur. Biz hər zaman da ona dəstəyik. Zamanında da dəstək olmuşuq. Bu gün də yanındayıq, bu gün də dəstəyik. Yəni bu baxımdan artıq o mesajı onlar qəbul ediblər, ancaq düzdür, həzm eləmək çətindir. Ancaq bizim üçün önəmi o yoxdur o həzmin. Bizim üçün önəmi odur ki, biz bu ölkələrlə bu gün də qardaşlığımızı davam etdiririk. Hələ qarşıda da planlarımız var. Təbii ki, o planlar da inşallah ki, elə bizim uğurla həyata keçirilər, elə Ali Baş Komandanın rəhbərliyi altında. Çünki bu gün həqiqətən də fəxarət hissi ilə danışırıq və qürur duyuruq ki, biz Azərbaycanlıyıq. Yəni bu hissləri yaşayırıq. Məhz 28 mayda təbii ki 100 ildən artıq bir müddət keçib, 107-ci il idi artıq müstəqilliyimizin. 107-ci ilini məhz bu torpaqlarda məhz açılışlarda qeyd etmək bu təbii ki tam başqa bir hisslər verir. Müşfiq müəllim, Qarabağda həyata keçirilən geniş miqyaslı bərpa quruculuq işlərindən danışdıqda ümumiyyətlə burada belə desə bu infrastruktur layihələri barədə nə demək istərdiniz? Misal üçün məktəblərin, xəstəxanaların tikilməsi, insanların yaşayış səviyyəsinin daha da artırılması, rifahının yaxşılaşdırılması hansı bir mesajı verir? Təbii ki, bu gün böyük qayıdış proqramı həyata keçirilir və demək olar ki, hər ay ailələr o ərazilərə köç edirlər, geri qayıdış edirlər və orada da kifayət qədər böyük bir infrastruktur yaradılır. Yolların yenidən qurulması, demək olar orada infrastruktur, Sovetlərdə olan infrastrukturdan heç bir əsər əlamət qalmayıb. Yəni və tam dağıdılıb belə deyək. Və bu baxımdan da bütün demək olar ki, orada nə qurulursa hamısı yenidən qurulur. Yəni demək olar ki, bərpa yoxdur. Yəni yenidən qurulur. Xüsusilə də bu gün böyük bir yol infrastrukturu qurulur. Çünki yol infrastrukturu bilirsiniz ki, olmadan hərəkət etmək mümkün deyil. Tunellər bilirsiniz ki, çox Kəlbəcərin özündə demək olar ki, Qafqazın ən uzun tunelləri olacaqdır. Yəni bu da çox bahalı layihələrdir. O cümlədən məhəllələr salınır insanların yaşaması üçün, xəstəxanalar, məktəblər, hətta Qarabağ Universiteti hansı ki, Xankəndində hal-hazırda artıq 2-ci ildir ki, fəaliyyət göstərir. Yəni bütün bunlar təbii ki, insanların rifahı üçün yaradılır ki, insanlar ora qayıdış etsinlər, insanlar orada yaşasınlar, canlandırsınlar o torpaqları. Xüsusilə də bizim üçün önəmli olan odur ki, gənclər o ərazilərə üz tutsun və məsələn universitetin də açılmasının hesab edirəm ki, bir mənası var ki, ora universitetdə oxuyan, təhsil alan bizim vətəndaşlarımız əsasən gənclərdir. Gənclər də təbii ki, o torpaqlara gedirsə, onların böyük ehtimal ki, onların hətta orada qalma niyyətləri də olacaq. Yəni ki, çünki o torpaqlar bizim üçün çox əziz torpaqlardır. İstər Qarabağlı üçün, istər Azərbaycan, istər dünya Azərbaycanlı üçün. Yəni biz hamımız özümüzü Qarabağlı hesab edirdik. O torpaqlar alındı və şükürlər olsun ki, biz bu günləri artıq o torpaqları canlandırırıq. Və təbii yəni əsas məsələlərdən biri də məşğulluq məsələsidir, insanların orada sosial təminatıdır. Və bununla bağlı sualım olacaqdır. Məsələn, beləcə vergi güzəştləri, kreditlərin beləcə insanlara tətbiq olması, güzəranların qeyd etdiyimiz kimi yaxşılaşdırılması. Bəs bu arada nə demək istərdiniz? Təbii ki, orada bu gün güzəştlər var. Elə bilirsiniz ki, artıq 2 sənaye parkı yaradılıbdır. Biri Ağdamda, biri Cəbrayıl ərazisində, Araz valisi və Ağdam sənaye parkı. Burada da ciddi vergi güzəştləri, gömrük güzəştləri tətbiq olunubdur. Güzəştli kreditlər təbii ki, tətbiq olunubdur. Yəni bu hesab edirəm ki, hər bir kəs üçün, yəni orada yaşayıb yaratmaq üçün yaxşı bir imkandır ki, həm orada yaşayasan, həm də orada işləyəsən, öz biznesini inkişaf etdirəsən. Bugün artıq o imkanlar dövlət tərəfindən yaradılır. Bu da təbii ki, stimullaşdırıcı xarakteri daşıyır.
Yəni ki, insanlarda maraq olsun, yəni orada yaşamaq üçün. Təbii ki, maraq var. Qarabağlıların hər birində maraq var ki, ora qayıtsınlar, orada öz evlərini tiksinlər, yaşasınlar. Eyni zamanda təbii ki, məşğulluq da çox önəmli bir məsələdir. O baxımdan da hesab edirəm ki, məşğulluqla bərabər, yəni bu həyatın bərpası, düşünürəm ki, artıq bir növ bu daha dayanıqlı və daha uzun ömürlü olar. Müşfiq müəllim, Qarabağda həyata keçirilən bərpa quruculuq işlərinə toxunduqda belə desək, yəni bu infrastrukturun layihələrində yaşıl dünya naminə həmrəylik ilinə həsr olunmuş külək enerjisi, günəş enerjisi, alternativ enerji mənbələrindən istifadə edir. Bəs bu barədə nə demək istərsiniz? Bəli, biz son illər artıq yaşıl enerjiyaya çox böyük önəm veririk. Bilirsiniz ki, hətta onun ixrac məsələsi də gündəmdədir. Bu indi hal-hazırda Qaradağ rayonunda, Qobustan ərazisində yəni quraşdırılıbdır və onlardan digər də Zəngilan ərazisində planlaşdırılır. Yəni hətta BP-nin də orada iştirakı nəzərdə tutulubdur. Ümumiyyətlə o layihələrə hesab edirəm ki, artıq gələcək o layihələrindir. Və o ərazilər də ona imkan verir. Nəzərə alsaq ki, ilin 272 günü bizdə günəşdir, günəş var və günəşin də olması təbii ki, o enerjinin istehsalını artırmış olur. Hətta nəinki ölkə daxilini, biz ixracına da biz yönəliş layihələr edə bilərik, edirik də. Və hesab edirəm ki, o ərazilərdə də yəni bu işləri həyata keçirmək mümkündür və dövlətin də bir siyasətidir ki, məhz o ərazilərdə o əraziləri ümumiyyətlə yaşıl enerji ilə təmin etsinlər və eyni zamanda artıq qalan hissəsində təbii ki, ixrac etsinlər. Bəs turizm axını barədə nə demək istərdiniz? Turizm potensialı ümumiyyətlə o ərazilərə bu gün də elə yerli turistlər cəlb olması, yəni artıq çoxluq təşkil edir. Düzdür, biz bugün xarici turizmi hələ ki o ərazilərə belə deyək də indi müəyyən səbəblərdən digər bir məsələ də var ki, indi orada tam ərazilər açılmayıb. Elə ərazilər var ki, elə minalardan təmizlənməyib. Yəni bu da çox böyük vaxt və sərmayə yəni tələb edir. O baxımdan təbii ki, zaman lazımdır. Ancaq bu gün artıq bir neçə şəhər, rayon var ki, Xankəndi, Şuşa, deyək ki, bu Suqovuşan ərazisidir, Füzuli rayonudur. Yəni bu ərazilərə artıq bizim vətəndaşlarımız portal üzərindən keçid edərək, yəni qeydiyyatdan keçərək səfər edə bilirlər. Yəni turistik şirkətlər var ki, yerli şirkətlər, onlar belə turlar təşkil edirlər. Təbii ki, burada artıq bilirsiniz ki, otellər yaranır o ərazilərdə. Elə Şuşanın özündə çox möhtəşəm bir otel var. Tək bir otel deyil, bir neçə oteldir. Ancaq tam belə 5 ulduz standartlarında cavab verən bir otel tikilmişdir, Şuşa oteli. Yəni bu imkanlar yaradılır, infrastruktur yaradılır. Təbii ki, infrastruktur olduğu halda ora olan maraq da günü-gündən artacaqdır. Müşfiq müəllim, belə desək, ümumiyyətlə Qarabağda həyata keçirilən bərpa quruculuq işlərində biz sizə bir sual ünvanladıq. Yəni digər dövlətlərin mesajı necə ola bilər? Və Azərbaycan uğurlu xarici siyasət kursundan danışdıqda Çin ilə əməkdaşlıq modelini necə qiymətləndirirsiniz? Bildiyimiz kimi Çin kimi bir qlobal güc mərkəzi olan bir dövlətin Azərbaycanın belə desək ümumi liderliyini, Azərbaycanın bir hörməti. Bəs bu barədə nə demək istərdiniz? Təbii ki, Çin nəhəng bir dövlətdir və bu günləri belə bir dövlətlə biz bu yaxınlarda elə cənab prezidentin səfəri, vizasız artıq vizasız gediş-gəliş məsələsi, hansı ki, bugün parlamentdə də o layihə çıxarıldı, yəni birinci oxunuşdan keçdi. Yəni bu kimi strateji tərəfdaşlığa hətta belə deyək, addım atmağımız bu təbii ki, bizim regionda bir daha gücümüzü daha da gücləndirir, yəni gücümüzə güc qatır və təbii ki, Çin üçün də bizim ümumiyyətlə ərazi olaraq Azərbaycan çox böyük əhəmiyyət kəsb edir. Bilirsiniz ki, hazırda indi Zəngəzur dəhlizi üzərində də iş aparılır. Yəni o dəhliz açıldığı təqdirdə artıq o Çindən gələn o yol hansı ki, məhz oradan keçid alacaqdır. O baxımdan Çin üçün də təbii ki, biz böyük bir əhəmiyyət kəsb edirik. Hətta bizim bir layihə var ki, hansı ki, o dəmir yolu üzərindən bir kəmər bir yol layihəsi. Bilirsiniz ki, artıq təxminən 2 həftə irəli çəkmiş olur vaxtı daşınma üzərindən. Yəni bu da təbii ki, bugün çox böyük əhəmiyyət kəsb edir. Yəni gəmi ilə daşınmayla müqayisədə 2 həftə fərq etmək, yəni daşınmada bu ciddi bir hesab edirəm ki, bir yanaşmadır. Ona görə yəni bu kimi məsələlərdə logistikadır, ümumiyyətlə nəqliyyatdır. Bu məsələlərdə hesab edirəm ki, Çin üçün də biz
çox əhəmiyyətli bir yer alırıq onların belə deyək də bu məkanda yerləşməyimiz və təbii ki, vizasız rejim məsələsi də hər iki ölkə üçün artıq Çin vətəndaşları keçən ildən başlayaraq vizasız Azərbaycana səfər edirlər və onlar artıq hətta ilk birinci rübdə 25-ci ilin birinci rübündə 24-cü ilin birinci rübü ilə müqayisədə onlardan gələn vətəndaşların sayı 60% artmışdır. Yəni mən düşünürəm ki, artıq indi bizim də vizasız rejimə keçdiyimiz halda yəqin ki, bu yaxınlarda artıq eyni deyək ki, o faiz artımı biz tərəfdən də baş tutacaq və bu təbii ki, qarşılıqlı şəkildə baş tutduğu halda gediş-gəliş çoxalacaq. Həm biznes əlaqələrinə bu ciddi təsir edəcəkdir. İqtisadi baxımdan, həm turistik baxımdan, yəni turizmin inkişafı baxımından. Çünki Çin böyük bir ölkədir, kifayət qədər böyük əhalisi var, milyard yarım insan yaşayır orada və onlar da turizmə maraqlıdırlar. Çünki Çin əhalisinin təxminən məndə olan bir statistik rəqəmdir. 2015-ci ilin rəqəmidir bu. 5% milyonerdir. Yəni bu da o demək ki, 75 milyon insan milyonçudur. Yəni bu da ciddi bir rəqəmdir və düşünürəm ki, o cür imkanlı insanların bəli, Azərbaycana da səfər etməsi, Azərbaycanı görməsi, tanıması, eyni zamanda iqtisadiyyatına töhfə verməsi və potensial daha da gücləndirir. Bizim üçün böyük əhəmiyyət kəsb edir. Çox sağ olun, Müşfiq müəllim, fikrinizi bölüşdüyünüz üçün təşəkkür edirik. Sağ olun. Belə əziz tamaşaçılar və dəyərli izləyicilərimiz, bugünkü verilişimizin sonuna gəldik. Nəzərinizə çatdırmaq istərdik ki, studiyamızın bugünkü qonağı Milli Məclisin deputatı Müşfiq Cəfərov idi. Gələn görüşlərə dək.